xəstəliyi nə idi iblisin məlunun? Xəstəliyi təkəbbür. Təkəbbür, bir də təkəbbür. Sizi öz xəstəliyinə düçar eləməsin. Əmir əl-Möminin bunu ayıldır bizi. Bunu heç bir xəlifələr, Əmir əl-Möminindən başqa, onun 11 övladından başqa, onun övladlarından başqa heç kimin belə xutbələri olmayıb. Heç də olmayacaq da. Onların ki, birinci, ikinci, üçüncü və sonra Muaviyə gəldi, sonra Yezid məlun gəldi, bir dənə nəsiyyətli sözlər eşitmişsiniz onlardan. Bir dənə nəsiyyətli kəlamlar görmüşsünüz onlarda. Bir nəfər nəsiyyətli kimsə onun haqqlarında danışsın, eşitmiş yoxdur. Nə məktublarda da dünya malı, məktublarda ancaq fitnə, məktublarda ancaq şəhvət, məktublarda ancaq insanları yırtıcı formada əzmək, bir daha əzmək olan zalimin işi budur ha.